11 ayın sultanı olan gözəl Ramazan ayı bizə paylaşmağı öyrədir. Gəlin bu gözəl ayda bir-birimizə paylaşmağı bacaraq. Ramazan bizə səbirli olmağı, mərhəmətli olmağı və yardımlaşmağı öyrədir. Bunu deyərəm ki, Ramazan hər kəsin ilk ağlına gələn kimi bizə səbirli olmağı, digərlərinə mərhəmətli olmağı öyrədir. Ramazan bizə, ailəmizə, övladlarımıza doğru dürüst olmağı, Allah'a yaxınlaşmağı, aclıq, susuzluğun nə olduğunu yəni bizə öyrədir. Ramazan bizə mərhəməti öyrədir, paylaşmağı öyrədir. Böyüklərə mərhəməti, kiçiklərə şəfqəti öyrədir. Ramazan bizə paylaşmağı, Allaha şükür etməyi, nəfsimizin arzularını cilovlamağı öyrədir. Sadəcə mədəmizi oruç tutaraq saxlamaqla bərabər həm qulağımızı, həm gözümüzü, yəni digər orqanlarımızı da ac saxlamaq, yəni onları doğru yola yönəltməyi öyrədir. Ramazan bizə birliyi, sevgini, mərhəməti, paylaşmağı, şükür etməyi, təşəkkür etməyi, Yaradandan ötəri yaradılmışları sevməyi və hissimiz qədər hissəmizin olduğunu öyrədir. Ramazan bizə heç vaxt tanımadığımız insanlarla çox səmimi duyğular paylaşmağı, onların iç dünyasını tanımağı öyrədir bizə.